Mən bu torpaqda doğulmuşam. Burada təhsil almışam. Buradan həyata addımlamışam. Daimi bu torpaqla bağlı olmuşam. Bütün devirlərdə bu doğma torpağıma xidmət etmək üçün əlimdən gələni etmişəm. Hər bir xalqın taleyində elə günlər olur ki, onlar tarixə qızıl hərflərlə yazılır. Azərbaycan xalqının taleyində belə önəmli günlərdən biri məhz 15 iyun Milli Qurtuluş günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə xaos, anarxiya hökm sürürdü. Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həyatın bütün sahələrində dərin böhran yaşanırdı. Ermənistanın işğalçılıq siyasəti, şəhər və kəndlərimizin ard-arda işğala məruz qalması, hakimiyyət daxili siyasi çəkişmələr, orduda vahid komandanlığın olmaması, artan qaçqın və köçkün problemləri vəziyyəti daha da ağırlaşdırırdı. Vətəndaş müharibəsi başladı. Gəncədə qan töküldü. Fərqi yoxdur, kim kimə atdı, nə tər oldu. Həlak olan, ölən Azərbaycanlı oldu. Azərbaycanlı Azərbaycanlı ilə vuruşdu. Bir tərəfdən ermənilər bizi qırıbdır. Bir tərəfdən insanlar içəridə bir-birini qırmağa başladılar. Güya bir Talış Respublikası yaratmaq istəyirlər. Bir tərəfdən bir Ləzgi Respublikası yaratmaq istəyirlər. Ermənistan bundan istifadə edib bir çox torpaqları yenidən işğal etdi. Vəziyyət çox gərgin oldu. Ərazilərimizin işğalı getdikcə gərginləşən iqtisadi, siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək. Xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxara biləcək yeganə şəxsiyyət Heydər Əliyev idi. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. Məni Naxçıvandan dəvət etdilər. Mən incimişdim. Küsmüşdüm, gəlmək istəmirdim. Mən hesab edirdim ki, bir halda ki, mənə qarşı bu qədər ədalətsizlik olubdur. Mən də artıq Bakıya dönməyəcəyəm. Mənə müraciət etdilər, çox, bir neçə gün. Ardıcıl surətdə, davamlı olaraq mən Azərbaycanın o parçalanmasından qorxaraq Bakıya gəldim və yeni bir həyat başladı. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu. Böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi. Sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Azərbaycan 94-cü il oktyabr ayının bəlasından xilas oldu. Azərbaycan 95-ci ilin mart ayının bəlasından xilas oldu və cinayətkar dəstələri, qrupları, Azərbaycanı dağıtmağa cəhd edən qüvvələri dağıdandan sonra biz Azərbaycanda ictimai-siyasi sabitlik yaratdıq, əmin-amallıq yaratdıq. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümumilli lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı, qarantı kimi yazılıb. Bugün öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir ölkənin vətəndaşları olaraq tarixə dönüb baxdıqda deyə bilərik ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi gün dövlətinə, xalqına və liderinə olan etimadın, milli həmrəyliyin və gələcəyə olan ümidin təntənəsidir. Dəfələrlə demişəm, həyatımın son dəqiqəsinə qədər mən bu xidmət edəcəyəm və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırım.